Ermənistan Silahlı Qüvvələrinin ən böyük hərbi birliyi idi. Qarabağda Ermənistan Silahlı Qüvvələrinin 2 diviziyası, bir neçə əlahiddə alayıq, xüsusi təyinatlı, kəşfiyyat, rabitə, maddi texniki xidmət bölmələri vardı. Say tərkibi təxminən 20 min nəfər idi. Tərkibdə Ermənistandan gələn müddətli hərbi qulluqçular da vardı. Ümumiyyətlə, əskərlərin böyük hissəsi Ermənistandan gələnlər idi. Bütün vəzifələrin təyinatı Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifədə oturan şəxslər tərəfindən həyata keçirilirdi. Bütün hallarda qərarlar Ermənistanın baş qərargah rəisindən, yəni yuxarıdan aşağı verilirdi. Nəinki silah-sursat, bütün təchizat Ermənistan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi. Hətta çörək belə Ermənistanın maddi-texniki təchizat bölməsindən gəlirdi. Tenderlər də Ermənistanda keçirilirdi. Bütün silah-sursat Ermənistan Müdafiə Nazirliyinin balansında idi. Yəni bütün təchizat Ermənistan Müdafiə Nazirliyinin balansında olub. Arayik Harutyunyan vaxtilə Ermənistanın işğalı altında saxlanılmış Azərbaycanın suveren ərazilərində İskəndər M və bu tipli silahların olması barədə məlumatsız olduğunu dedi. Bildirdi ki, Azərbaycanın hava limanlarının hədəfə götürülməsi barədə məlumatı Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Onik Kasparyandan öyrənib. Bilirəm ki, belə qərarları baş qərargah rəisinin xəbəri olmadan vermək olmaz. Ya onun göstərişi, ya da onun məlumatlığı ilə həyata keçirilməlidir. Birinci mərhələdə mənə Gəncədə yerləşən hava limanlarının vurulması barədə məlumat verilib.